Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz fərqli ruhların bir belə deyək, simada tanış olması yaxud bir-birlərini tapmasından söhbət açacaq. Bilirsiniz ki, dünyanın harasında, yəni istənilən bir nöqtəsində olursa olsun, bir-birlərinə həqiqətən belə deyək, cəzb edən fikirləri əvvəldən üstə düşmüş kimi sanki nələrsə yaşanmış olan belə deyək, insanlar bir-birlərini tapırlar. O da əslində bilirsiniz, bəzən dini fəlsəfə baxımından qədərə qismətə falan bağlansa da 50% də cəzb etmə deyilən bir şey var. Yəni həqiqətən bu real olaraq mövcuddur. Yəni yalan deyil. Yəni hardasansa o səni tapır. Və bu əslində yaxşı və pis baxımından, yəni bu cəzb etmə var. Yəni pis fikir söyləsən təbii ki, pis baxış açısından, yaxşı olsa yaxşı baxış açısından o həmin qeyd olunan şey, yəni səni tapacaq. Bir də ümumən belə bir faktor var. İnsanlar heç zaman həyat boyu belə deyək, əksəriyyətinə söhbət gedir. 100-ün hardasa 45-50% eyni düşüncə tərzində olan insanı tapmağa səbirsizlənirlər və yanlış, səhv insanla münasibət qurulur və nəticədə hətta dırnaqarası ailə qurulma faktorda boşanmalara gətirib çıxarır. Heç zaman tanışın bu kimi aspektlərdə tələsməyin. Çünki tələsdiyin təqdirdə sən pis olacaqsan, sən zəif olacaqsan, sən yorulacaqsan həyatdan. Bu kimi faktorları çalışın, diqqətlə qulaq asın və nəzərə alın, hətta qulağınıza sırğa qalsın ki, heç zaman belə deyək, daxildə olan əgər bir ailə qurmaq hissi formalaşmayıbsa, süni olaraq yaradılıbsa, bu heç zaman sona qədər getmir. Mütləq şəkildə bir yerdə dayanır. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilmə qoşulmaq istəyənlər şəxsi mesaj verməsi məlumat verə bilər.